Qardaşım başqa dönmüsən. Mən söydüm, mən də gəldim, beləcə bir müəllimsən gəlib. Belə elədim, qurban sən başqa söhbət eləmir. O bax yadıma düşür, Hansı nagihanla vurdun? Dəfələrlə məhkum olunmuş şəxs dayısını bıçaq zərbəsi ilə qətlə yetirdi. Hasardan tullandım, girdim içəri. Girək, daşı göstərdim. Ayıldı, belə durdu, baxdı belə, belə elədi, qaranlıq idi bura. Niyə gəlmisən bura? Necə girdin sən vəbşi mənim evimə? Bir münasibətimiz olsun, neçə ildir münasibət yox. Ümumiyyətcə bundan qabaq da heç davadalaşımız da olmayıb. Onda deyir ki, qələt eləmisən, başı partladıram, sən mənim evimə nəsə belə girsən. Deyirəm, amma mən evləri atdan Gülhan adam deyirəm. Deyirəm, gördüm oradan nigaran qaldım da, daimsan dedim. Bəlkə başqa bir iş gələr. Bunun danışığına bax, bunun mənə qarşılamağına, bu da mənim daim. Ölmüşdü. Götürdüm, sürütlədim, apardım bayra. O müddətdə nə edirsiniz bəs bu evdə? Heç nə oturmuşdum, həyatımı fikirləşirdim də, bədbəxt elədim. Tutub bıçaqdı. Qəsdən adam öldürməkdə təqsirli bilinən Rəhim Qasımovun cinayət işi. Nə cəza verəcəksiniz, mən nə deyə bilərəm ki, verməlisiniz də. Çünki ölüm işidir bu, özdə. Neçə dənə vurmuşsan, hə? Özdə bıçağı yazılar, deyəsən. 20 yaz. Neçə dənə? 20. Doğrudan. Ceyhun Həmidovun təqdimatında Kriminalda Bazar günü saat 23:15-də.